Namazı bitirəndən sonra gündəlik namazların hamısını, hər birinə aiddir. Bitirəndən sonra 3 dəfə İxlas surəsi deyin. Qul Huvallah surəsini 3 dəfə deyin. 3 dəfə salavat deyin və Talaq surəsinin bu 2-ci ayəsini oxuyun. 3 dənə İxlas, 3 salavat, sonra bu ayə. Və mən yəttəqillah yəcəl ləhu məxrəcə və yərzuqhu min haythu la yahtasib və mən yətəvəkkəl aləllah fəhuvə hasbuh İnnəllaha bəliğu əmrih qəd cəalallahu li kulli şeyin qədra. Bunu oxusaz, ondan da sonra Həzrət Zəhranın təsbihini deyirsiniz də o namazdan sonra müstəhəbdir. 34 Allah Ekber, 33 Elhamdülillah, 33 Sübhanallah deyəcəksiniz. Yenə də yüklədilər bizi. Yəni amma bir şey deyil də, bu hamısı bir yerdə nə qədər çəkir? 2 dəqiqə çəkir, 2 dəqiqə çəkmir bəlkə də. Təsbihatla bir yerdə 2 dəqiqə çəksə, 3 dəqiqə çəksə böyük şeydir yəni. 2-3 dəqiqədir, amma çox fəziləti var. Çox fəzilət.